Bəli, uşaqlar. Deməli, hər birinizi salamlayıram. Başlayırıq növbəti 17-ci sınağımıza. 3-cü qrup. Yəqin ki, eşidirsiniz hamınız. Bu sınaq daha maraqlıdır fikrimcə. Yaxşı suallar var. Həm doğru, həm düzgün, həm daha doğrusu səhv cavabların hamısını baxıb izahlarını dinləmək lazımdır. Deməli, uşaqlar, birinci sual Azərbaycan SSR dövründə torpaqlarımıza edilən qəsdlərə aid deyil şərti qoyulub. Azərbaycan SSR 1920-ci ildə yaradılıb, 1991-ci ilə qədər mövcud olub. İkinci respublikamızda yəqin bilirsiniz. Baxın uşaqlar, burada Şərud Dərəliyazın Ermənistana verilməsi cavabı var. Bu bilirsiniz 1920-ci il avqust ayında Ermənistanla Rusiya arasında imzalanmış sazişin nəticəsində idi. A variantı aiddir. Borçalı mahalının bir hissəsinin Gürcüstana verilməsi 1921-ci ildir. B də aiddir. Yuxarı Zəngəzurun Ermənistana verilməsi də 1921-ci ildir. C də aiddir. Azərbaycanın Naxçıvanla birbaşa quru sərhədlərinin bağlanması 1929-30-cu ilə aiddir. Bu da Azərbaycan Sovet Respublikası dövrünə düşür. İrəvan şəhərinin Ermənistana verilməsi isə yanlışdır. Çünki 1918-ci ilin 29 mayı Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aiddir. Ona görə cavabımız olur Y variantı və digər cavabları əzbərləmək lazımdır. Sonra ikinci testə baxırıq. Xəritədə rəqəmlərlə göstərilmiş Azərbaycan şəhərlərinin hansına aid 13-14-cü əsrləri əhatə edən məlumat yoxdur yazılıb. Baxın uşaqlar, deməli variantları oxuyuram. Xarəzmşahlara qarşı güclü üsyan baş vermişdir. Bilirsiniz, Gəncədə Usta Bəndər üsyanı. 3 Gəncədə çıxırıq. Yeni yaranmış dövlətin mərkəzi olmuşdur. 13-14-cü əsrdə Hülakülər dövləti yaradılıb. Bilirsiniz, 1258-ci il. Onun mərkəzlərindən biri Təbriz olmuşdur. Cavab 4-dür. Bunu da çıxırıq. Azərbaycanın ikinci liman şəhər Bakı olmuşdur. Ona görə biz 1-i də çıxırıq. Dini mərkəzi çevrilib. Bilirsiniz, Səfəvilərin Ərdəbil hakimliyi 5. Bunu da çıxırıq. Əlişah məscidi inşa olunmuşdur. Təbriz şəhərində 4-ü də çıxırıq. Bilirsiniz də yəqin 13-14-cü əsrdədir Əlişah məscidi. Deməli cavabımız 2-dir. Şamaxıya aid heç bir məlumat yoxdur. Cavab qalır B variantı. Sonra uşaqlar, deməli keçirik növbəti testimizə. Yazılıb ki, Attiladan fərqli olaraq Ağsuvar xan. Biz bilirik ki, Attila Qərbuğun hökmdarıdır. Ağsuvar xan isə Ağun hökmdarıdır. Xalqların böyük köçü dövründə hakimiyyətdə olmuşdur, düzdür. Çünki 4-7-ci əsrləri əhatə edir və hər ikisinin dövrü həmin dövrə təsadüf edir. Yeni dövlətin əsasının qoyulması heç birinə aid deyil. Yəni, heç bir yeni dövlət yaratmayıb. Sonra Türk sülaləsinin nümayəndəsi hər ikisinə aiddir, fərq deyil. Sasanilərlə mübarizə aparmışdır. Ağsuvar xana aiddir 430-cu il. Hətta bilirsiniz ki, Firuzun hakimiyyətə gəlməsinə kömək etmişdir. Qubada Məzdəkilərdə kömək etmişdir. Deməli, Ağsuvar xan və məğlub da etmiş Sasaniləri. Deməli, deyir. Amma Attila ölmüşdür. Yəni, Sasanilərə hücumu alınmamışdır. İşğalçı müharibələr aparmışdır. Bu da hər ikisinə aiddir. Ona görə cavabımız olur D variantı. 4-cü suala baxırıq. Deyir, hadisə nəticə əlaqələrinin doğru göstərildiyi cavabı tapın. Deməli, uşaqlar, Ədirnə müqaviləsinin imzalanması 1829-dur. Yunanıstana müstəqillik verilməsi düzdür. Deməli, Ədirnə nəticələrindən biridir. Şeyx Şamilin başçılıq etdiyi hərəkat 1859-a yatırılıb. Ruslar Cənubi Qafqazın işğalını başa çatdırıb. 1828-29 yəqin bilirsiniz, Türkmənçay müqaviləsi ilə. Ona görə ikiz yanlışdır. Krım müharibəsində Rusiyanın məğlubiyyəti 1853-56-dır. Osmanlı dövlətinin yenidən Krıma sahib olması yanlış fikirdir. Ona görə biz 3-ü də çıxırıq. Berlin Konqresinin keçirilməsi 1878, Rumıniyanın müstəqilliyin təsdiq olması düzdür. Orada Rumıniya, Serbiya tam müstəqil olmuşdur. Deməli, cavabımız olur, doğru cavabımız oldu 1 və 4 A variantı. Ədirnə 29 Yunanıstan müstəqillik qazanıb, Berlin Konqresi Rumıniya müstəqil olub. Sonra 5-ci suala baxırıq. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu sahəsindəki tədbirinə aiddir. Baxın, Dövlət Bankı 1919-cu ildir, sosial-iqtisadi tədbir. Bakı Dövlət Universiteti 19-cu il, mədəni tədbir. Milli Ordumuz 18-ci ilin 26 iyun dövlət quruculuğu.
Dövlət dilimizdə 1918-ci ilin iyun ayı dövlət quruculuğu. Cavabımız 3 və 4-dür, yəni D variantıdır. Sonra 6-cı sual. Daş və tunç dövrlərinin oxşar cəhətləri soruşulur. Baxın uşaqlar, sənətkarlığın deməli mövcud olması, bilirsiniz ki, sənətkarlıq neolit dövründə yaradılıb, daş dövrü, tunç dövründə də mövcud olub deyə düzdür. Ticarətin yaradılması orta tuncdur, ona görə daşa aid deyil, 2 səhvdir. Metaldan əmək alətlərinin hazırlanması düzdür, eneolit dövründə başlayıb daş dövrü, tunç dövründə də mövcuddur. 1-3 cavab C variantı qalır. Kuruqan tipli qəbirlər erkən tuncdan başlayıb daş dövründə yoxdur. İstehsal təsərrüfatının yaranması isə daş dövründədir. Yaranma olduğu üçün tunç dövrünə götürmürük. Cavabımız olur 1 və 3, yəni C variantı. Sonra burada uşaqlar biz 7-ci suala baxırıq deyir, daha əvvəl baş vermişdir. İkinci Vaçenin Sasanlərə qarşı azadlıq müharibəsinin başlanması 457-dir. Arşakilərin Albaniyadakı hakimiyyətinə son qoyulması 510-dur. Roma İmperiyasının Albaniyanın bəzi ərazilərini işğal etməsi, bilirsiniz ki, bu Dizrav döyüşü 371-dir. Sasani-Bizans müharibəsinin başa çatması 7-ci əsrdir. Aquin kilsə məclisinin çağırılması 488-ci il, deməli 3-cü Mövvaçaqana aiddir. Daha əvvəl oldu C variantı. Deməli Dizrav döyüşü nəticəsində Albaniya vilayətlərini itirmişdir. Sonra 8-ci sual. Deyir ki, Arşakilər sülaləsinin dövründə daxili siyasət və xarici siyasət. Baxın uşaqlar, xristianlığın rəsmi din kimi qəbul edilməsi Alban Arşakilər bizdə 1-ci əsrdən 5 sona qədər hakimiyyətdə olub. 313-cü ildə xristianlıq rəsmi din kimi qəbul olunub, daxili siyasətdir. Əhalidən xərac vergisinin alınması, bilirsiniz ki, xərac ərəblərin dövründədir. Ona görə bu B səhvdir. Xidmət müqabilində iqta torpaqlarının paylanılması, bilirsiniz ki, bu da səhvdir. Çünki iqta ərəblərin dövründədir. Burada isə xostak idi. Deməli, birdə yalnız A variantı qalır. Cavabımız D olacaq. 2-də xarici siyasət. 1-ci Vaçenin Sasanlərə müttəfiq olması səhvdir. Çünki 1-ci Vaçe 262-də Sasanlərə tabe olub. Urunayın Roma İmperiyası ilə mübarizə aparması düzdür. Amid Dizrav döyüşü. Hunların hücuma məruz qalması düzdür. 462 Haylandur Hunları. 2-yə B, C variantı, 1-ə isə A variantı uyğun gəlir. Sonra 9-cu testə baxırıq. Deyir, İngiltərədə Al-Qızılgül və Al-Qızılgül müharibəsi başlandı. Bilirsiniz ki, 455-də başlayıb. Tüdorlar sülaləsinin hakimiyyətə gəlməsi 485-dir müharibənin nəticəsi. Və hakimiyyətə 7-ci Henrix gəlir. 7-ci Henrixin tədbirləri nəticəsində, yəni 15-ci əsrdən etibarən İngiltərədə mütləq monarxiya yaranmağa başladı. Və İngiltərədə bilirsiniz uşaqlar, inqilab nəticəsində mütləq monarxiyaya son qoyulub, yəni 17-ci əsrdə. Amma burada doğru cavab məntiqlə A gəlir. Baxın, o Tayler üsyanı 1381-dir, daha əvvəl olub bundan. Yüzillik müharibədə İngiltərə qalib gəlib yox, məğlub olub. İngiltərədə mərkəzləşmiş dövlətin əsasının qoyulması, bilirsiniz 1066-cı il 11-ci əsrdir. Burja inqilabının başlanması 17-ci əsrdir. Məntiqi ardıcılıqla cavabımız A variantı qalır burada. Sonra uşaqlar, baxırıq deməli biz 10-cu test tapşırığına. Deyir ki, xəritədə rəqəmlərlə verilmiş dövlətlərə aid uyğunluğu müəyyən edin. Baxın uşaqlar, burada 1 Roma verilib, sonra 2 Misir verilib. Deyir, Pun müharibəsində məğlub olmuşdur. Bilirsiniz ki, Pun müharibəsində Karfagen məğlub olub, o da buralarda olmalıdır. Ona görə A səhvdir. Biz də burada A-nı çıxsaq, A variantı, B variantı, görürsünüz D variantı, elə Y variantı hamısı gedir. Yəni imtahanda belə suallar olur, ona görə variantlara baxmaq lazımdır. Sonra 1-ci minillikdə ilk dövlət yaradılmışdır. Bəli, Romada 1-ci minillikdə olub ilk dövlət, yəqin bilirsiniz. Hətta 753-cü il şəhər salınması ilə padşahlıq dövrü başlayıb. Sonra Hitlerlə müharibədə qalib gəlmişdir, Misirə aiddir, 2-ci Ramzes. Makedon İskəndər yürüşünə məruz qalmışdır, o da Misirə aiddir, 332-ci il, hətta müqavimətsiz Misiri tutmuşdur. Eradan əvvəl 1-ci minillikdə Araq dəniz sahillərinə ən güclü dövlətə çevrilmişdir. O da Romaya aiddir. Yəni cavabımız C variantıdır. Səbəb də ki, 146-cı il Yunanistanın tabe etməsi ilə Araq dənizinin ən qüdrətli dövlətinə çevrilib Roma. Yəni cavabımız C variantı qalır. 11-ci sual. Bax uşaqlar, Orta Asiyada Hunların ilk dövləti yarandı. Deyir, uyğunluğu tapın. Mehdi xanın hakimiyyəti dövrünə səhvdir. Teoman Tanhu yeni dövlət yaradıb 220-ci il.
Eradan əvvəl 1-ci əsrdə Hunlar Xan sülaləsinin qoşunları ilə toqquşmuşdu. Deməli, düzdür. Amma Teoman Tanhun dövründə yox, Xan sülaləsi Metenin dövründə olub. Mete də 209-da hakimiyyətə gəlib, yəqin bilirsiniz. Hunlar Çinin paytaxtı Pekini ələ keçirdi. Deməli, Mete xanın dövründə, deməli uşaqlar, gəlin baxaq, paytaxtı deyil, ölkənin şimal hissəsini işğal etdilər. Bilirsiniz, müqavilədə imzalandı Pinsen müqaviləsi. Ona görə səhvdir. Hun dövləti şərq və qərb Hunlarına parçalandı. Eradan əvvəl 50-ci illər düzdür. 58-də şərqi və qərbi Huna parçalandı. Cavabımız olur burada D variantı. Hunlar Çin səddini inşa etdi. Teoman xanın dövründə yox. Bilirsiniz ki, Böyük Çin səddi eradan əvvəl deməli 200 Çin səddinin inşası başlanmışdır. Eradan əvvəl 214-cü ildə. Deməli, özdə burada məsələ nədir? Teomanın dövründədir. Amma Çin səddini Hunlar inşa etməyib ki, Çinlər inşa edib yəni. Hunlar niyə Çin səddini inşa etsinlər? Qərbə bir cümlədir. Deməli, cavabımız olur D variantı. Şərq və qərbə parçalanıb 58-ci il. Deməli, sonra 12-ci suala baxırıq. Almaniya və Yaponiya tarixində 1930-cu illərin ikinci yarısı soruşulur. Deməli, uşaqlar, biz sizdə müharibə ərəfəsində idik. Millətlər cəmiyyətini tərk etmələri 33-dür. Bu 30-cu illərin birinci yarısıdır. Ona görə səhvdir. Antikomintern paktı düzdür 36-da imzalanıb. İtaliyada, Almaniyada, Yaponiyada orada iştirak edib. Cavabımız olur B variantı. İşğalçı müharibəyə başlaması onsuz əvvəl başlayıblar. Hətta 32-də Yaponiya yadınızdadırsa, Çinin Manchuriya dövləti ərazilərini işğal etdiyi oyuncaq dövlət yaratmışdı orada hətta. Sovet qoşunlarla toqquşmaları səhvdir. Almaniya həmin vaxtı ittifaqdaydı. 39-da da hətta yadınıza düşürsə, bir-birlərinə hücum etməmək haqqında Molotov-Ribbentrop paktı imzalayıblar 39 avqust ayı. Afrikada hərbi əməliyyatlar başlanması Almaniya 40-cı illərdir. Ona görə səhvdir. Sonra deməli baxırıq 13-cü suala. Deyir, Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. 13-cü sual. Baxın uşaqlar, 12-ci əsr Azərbaycan şəhərlərini verib burada. Deməli, paytaxt şəhəri olması, bunun hamısı paytaxt olub. Məsələn, Təbriz Eldənizlərin, Naxçıvan Eldənizlərin, Bakı isə Şirvanşahların paytaxtı olub. Biz 4-də A variantını götürəcəyik. Darülmülk memarlıq abidəsi Naxçıvanda 12-ci əsrdə inşa olunub. Biz 3-ə B variantını götürəcəyik. Ağsunqurların əlində olmuş Təbriz şəhəri alınmışdı 1175-ci il Məhəmməd Cahan Pəhləvan tərəfindən. Ona görə biz 1-ə C variantını götürəcəyik. Sonra Azərbaycanın ən böyük liman şəhəri olmuşdur Bakı şəhəri. Deməli, bəli, 12 Azərbaycanın ən böyük liman şəhəri olması ikinci ən böyük liman şəhəri olması olmalı idi yəqin ki burada. Və sizdə birinci ən böyük liman şəhəri Dərbənd idi. Şirvanşahların paytaxt şəhərinə çevrilməsi o da Bakı şəhəridir. Gəlin baxaq görək cavab nə veriblər. Deməli biz 4-ə A variantını qoyuruq. Təbriz şəhəri 1-ə C variantını qoyuruq. Bakı 2-yə D, liman şəhəri düzdür. 3-ə B variantı, Naxçıvan, Darülmülk memarlıq abidəsi cavab B veriblər. 4-ə də A variantı. Deməli, baxaq paytaxt şəhəri olması. Bəli. Sonra 14-cü suala baxırıq. Deyir ki, 14-cü sual. Bəli. 14-cü sual. Uyğunluğu müəyyən edin. 44 günlük müharibə, bir də antiterror əməliyyatı. Deməli uşaqlar, burada nədir? Məsələ, Şuşa şəhərinin azad edilməsi ilə hərbi əməliyyatlar dayandırıldı. Səhvdir. Çünki antiterror əməliyyatı bilirsiniz ki, daha sonradır. 2023-cü sentyabrı, Vətən müharibəsi də 2020-dir. Şuşa azad olunub 8 noyabr. Amma 9 noyabrda da bizim nə qədər kəndlərimiz düşmən işğalından təmizlənib deyə bunu götürmürük. Azərbaycan Qarabağda suveren hüquqlarını tam bərpa etdi. Bu bilirsiniz ki, deməli antiterror əməliyyatı nəticəsidir. Yəni 2-yə B variantı. Qondarma Dağlıq Qarabağ Respublikası ləğv olundu. Bu da antiterror nəticəsidir. Həm də 2-yə C variantı. Cəbrayıl azad olundu. Vətən müharibəsinin nəticəsindədir. Biz sizdə oktyabr ayının 4-ü deməli 1-ə aiddir. Ağdam şəhəri düşməndən təmizləndi. Bu da müharibə dövrü deyil. Şərt biraz burada yarımçıqdır. Çünki müharibənin nəticəsi ola bilər. Amma bunlar dövrünü fikirləşib deyə yanlışdır. Çünki 10 noyabr bəyanatından sonra bilirsiniz ki, Ağdam noyabr ayının 20-sində azad olunub deyə yanlışdır. Cavabımız olur burada D variantı. Sonra görək düz dedikmi? D variantı. 1-ə nə götürüblər? A variantı. Yox, D olmadı. Bir dəqiqə üzr istəyirəm.
B variantı oldu. 1-ə aiddir D, 2-yə aiddir B, C variantı. Bəli, cavabımız B-dir. Sonra 15-ci sual. Soyuq müharibə dövrünə aid deyil. Baxın uşaqlar, soyuq müharibə 1946-da başlayıb 91-də bitib. Deyir həmin dövrə aid olmasın. Praqa baharı Çexoslovakiyada 68-dir, bu aiddir. Hindistan-Pakistan müharibəsi baş verib 48-49 və daha sonra da yenə olub 60-cı illər aiddir. Ərəb-İsrail müharibəsinin başlanması da 1948-dir, bu da aiddir. Ərəb baharı 2010-dur, aid deyil, cavabımız D-dir. Körfəz müharibəsi 1991-ci ildir, bu da müharibə dövrünə düşür. Cavabımız oldu deməli, Ərəb baharı D variantı 2010-cu il. Sonra deməli 16-cı test. Bax 18-ci əsrdə Misiri ələ keçirmişdir. Şərtdə deyir göstərilənlər arasında hansı dövlətə aid məlumat yoxdur. Bax uşaqlar 18-ci əsrdə Misiri ələ keçirib, bilirsiniz Fransa. 1798-ci il Osmanlılarla mübarizə aparmışdı hətta. 17-ci əsrdə hakimiyyətə yeni sülalə gəlmişdir. Bu Rusiyada ola bilər, Romanovlar sülaləsi, bununla çıxırıq. 17-ci əsrin ikinci yarısında Səfəvilərlə müqavilə bağlanmışdır. İkinci yarısında Rusiya yenə ola bilər. Bilirsiniz 1667-ci il ticarət sülhü. Sonra 18-ci əsrdə ilk dəfə müstəqilliyi Avropa dövlətləri tərəfindən tanınmışdır. Bu da Amerikadır. 1783 və yaxud 78 Fransa tanıyıb. Burada uşaqlar 17-ci əsrdə hakimiyyətə yeni sülalə gəlmişdir. İngiltərədə ola bilər. 1603-cü il Stuartlar. Osmanlıya aid məlumat yoxdur. Ona görə cavabımız B variantıdır. Sonra 17-ci testə baxırıq. Deyir Qaraqoyunlu Cahanşahla Ağqoyunlu Həsən Padşahın fəaliyyətinə aid oxşar cəhətləri tapın. Baxın, Səfəvilər dövləti sözünü görəndə biz bilirik ki, bu yanlışdır. Çünki 1501-də dövlət yaradılıb, Cahanşah 1467-də hakimiyyətdən getmişdir. Biri çıxırıq. Osmanlı Sultanı 2-ci Mehmedlə dostluq əlaqəsi bu Uzun Həsənə aid deyil. Ona görə biz 2-ni də çıxırıq. Cavabımız yəqin ki 3-4-5 qalır. Şirvanşahlar müttəfiq olmuşdur, düzdür. Cahanşah Samurda, Həsən Padşahda dostluq, qohumluq və müttəfiq əlaqəsi saxlamışdır. Hərbi sahədə islahat keçirmişdir, bəli. Cahanşah ordu yaratmışdır. Uzun Həsən də güclü nizami ordu yaratmışdır. Teymurlərlə müharibə aparmışdır, bəli. Cahanşah hətta paytaxtı tutub 1458, Uzun Həsən də 1469-da məğlub etmişdir Teymurləri. Cavabımız olur 3, 4, 5, yəni C variantı. Sonra 18-ci sual. Deyir ki, göstərilənlər arasında bu dövlətə dair məlumat yoxdur. Baxın, Azərbaycanı 16-cı əsrdə vahid ada birləşdirib Səfəvilər dövləti. Bilirsiniz də bu aiddir 1551. Eramızın ilk 1000 illiyində mövcud olmuşdur. Bilirsiniz də Sacilər, Salarilər. Uşaqlar, bir dənə bura baxsanız, dövlətin paytaxtları tarixi Azərbaycan şəhərləri olmuşdur. Elə bu Səfəvi də ola bilər, Salari də ola bilər, Saci də ola bilər, Eldəniz də ola bilər. Yəni biraz məntiqsiz bir test oxşuyur. Cavab D variantıdır. Bildinizmi? Yəni o birislərin bir variantla çıxmaq olur. Səlcuqlara aid heç bir məlumat yoxdur. Səlcuqların paytaxtı Nişapur, Rey və İsfahan olur. Sonra deməli baxırıq 19-cu testə. Deyir 19-cu əsrin 70-ci illərində Şimali Azərbaycanda baş vermiş hadisələrə aiddir. Zaqatala dairəsində təhkimçilik sözü səhvdir. Çünki ümumiyyətlə Azərbaycan təhkimçiliyi olmayıb. Biz biri çıxırıq. Balaxanı neft mədənlərinə kəndlilərin icbari əməyin ləğvi 1864-dür. O da aid deyil. 2-ni də çıxırıq. Bakı şəhər Duması 1878 götürürük. İltisam sisteminin ləğv olması 72 götürürük. 3, 4 cavab B variantı qalır. Sonra 20-ci sual. Deyir uyğunluq pozulmuşdur. Şəki xanlığı ilə mübarizə aparmışdır. Quba xanlığı düzdür. Çünki 1785-də Aslı alıb. Şəki xanlığı xanlığın aslı edib Urmiya xanlığı düzdür. Urmiya bizdə şimalda Şəkini, İrəvanı və Qarabağı aslı edib. Ərdəbil xanlığını birləşdirmişdir, Quba səhvdir. Quba Ərdəbilə hücum edib, amma birləşdirməyib. Rusiyanın narazılığına görə cavab C-dir. Qat-Qaqati çarlığı ilə müttəfiq olub Qaradağ xanlığı düzdür. Urmiya xanlığından asılı olmuşdur. İrəvan xanlığı düzdür. Sonra burada baxırıq biz 21-ci testə. Baxın uşaqlar, deyir 1-ci əsr Azərbaycan tarixinə aid olan hadisələri tapın. Eradan əvvəl. Atropatenanın Roma imperiya sözü səhvdir. Ona görə çıxırıq. Çünki Respublikasının qoşunlarını məğlub etmişdi 36-cı ildə. Fraspa döyüşü. Kür döyüşündə hökmdar Oroysun məğlub olması Erdəbi 66-dır, düzdür. Alban və Oroy sözdə məğlub olub.
Atropatenanın Parfiyadan asılı olması səhvdir. Albaniya Parfiyadan asılı olmayıb eradan əvvəl 1-ci əsr. Atropatena da eradan əvvəl 1-ci əsrdə asılı olmayıb. Sadəcə olaraq eramızın 20-ci ilində Ariyovastın ölümündən sonra asılı olub. Fransa döyüşündə hökmdar Artabaz qələbə qazanıb 36 düzdür. Cavab 2-4 Y variantıdır. Albaniyanın alanların hücuma məruz qalması bizim eramızın 1-ci əsrdə olduğu üçün səhvdir. 23-cü sual. Bax deyir, Heydər Əliyevin ikinci prezidentlik dövrünə aiddir. Baxın uşaqlar, Heydər Əliyevin ikinci prezidentliyi 1998-də başlayıb, oktyabr 2003-cü ildə başa çatıb. Dünya Azərbaycanlıların ikinci qurultayı 2006-dır, düşmür. Bakı-Tbilisi-Ceyhan ixrac boru kəmərinin çəkilməsi ilə bağlı saziş 1999-da ATƏT-in İstanbul samitində imzalanıb. Cavabımız B variantıdır. Həm də 99-da düşür, çünki 98-də olub ikinci dəfə prezident. Bakı-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi 2007-dir. İlham Əliyevin birinci prezidentliyi dövrüdür. Qrozny-Bakı neft kəməri 1983-dür uşaqlar. Sibir nefti emal üçün Bakıya gəldi. Yəqin yadınıza düşür, Sovet Azərbaycanıdır. Ümumiyyətlə, o vaxt heç prezident vəzifəsi yox idi. Milli valyutanın tədavülə buraxılması 1992-ci ilə aiddir. Əbülfəz Elçibəyin dövrünə düşür. Doğru cavabımız oldu B variantı, 99-cu il. Sonra 23. Deyir, Osmanlı dövlətinin 16-cı əsr tarixinə aid hadisələrini tapın. Dərbənd şəhərinin tutulması Osmanlı tərəfindən 16-cı əsrə düzdür. Məsələn, 1578 Çıldır döyüşü. Biri götürürük. Balkan yarımadasında işğallar uşaqlar 14-cü əsrdir, ona görə səhvdir. Belqradın fəth olması 1521 Sultan Süleyman düzdür, 1-3. Misirin ələ keçirilməsi 1517 Sultan 1-ci Səlim düzdür, 4. İstanbulun paytaxta çevrilməsi 1453 15-ci əsr səhvdir. Viyananın mühasirəsinin uğurlu olması səhvdir. Çünki 1529-da mühasirəyə düşdü, amma uğursuz oldu. Cavabımız oldu 1, 3 və 4. Sonra biz baxırıq 24-cü suala. Deyir ki, xəritədə ulduzla göstərilmiş rayona aid olanları tapın. Baxın uşaqlar, burada ulduz haradır? Cəbrayıl. Deməli, indi Cəbrayıl aid olanları tapırıq. 1-ci Qarabağ müharibəsi dövründə Azərbaycan ordusu tərəfindən tamamilə azad olunub səhvdir. 1994-cü ildə Horadiz əməliyyatından sonra bəli, Cəbrayılın kəndləri azad olunub, amma da tamamilə sözünə görə səhvdir. Orada Cocuq Mərcanı azad olunmuşdur. Ərazisində erkən orta əsrlərə aid Govur qala Ağdamdadır. Ağdamda bax buradır da, bu olduğuna görə səhvdir. Sonra rayon mərkəzinin 2-ci Qarabağ müharibəsinin ilk 10 günlüyünə azad olması düzdür. Oktyabr ayının 4-ü 2020-ci il. Ərazisində erkən orta əsrlərə aid Xudafərin köprüsü 1027-ci il düzdür. Cavab olur 3, 4. Sonra Səfəvi şahı Süleymanın fəaliyyətinə aid olanları deyir tapın. Baxın uşaqlar, Rusiya ilə ticarət müqaviləsinin bağlanması 1667 Süleyman dövrünə aiddir. Düzdür, ticarət imtiyazları verib ruslara. 2. Osmanlı dövləti ilə müharibə aparılması səhvdir. Süleymanın dövründə, 2-ci Abbasın dövründə, Hüseynin dövründə Osmanlılarla müharibə olmuyor. Sonra Avropa dövlətlərinin ittifaq təklifini rədd edib düzdür. Biz bunu Rusiya dərsi, Osmanlı dərsində görmüsünüz, müqəddəs ittifaq var idi 1684. Orada Süleymana da təklif gəlmişdi, qəbul etməmişdi. Cavab 1 və 3-dür. Sənətkarların xəzinəyə olan borclarının ləğv edilməsi bu ikinci Şah Abbas uşaqlar. Sənətkarların xəzinəyə olan borclarının, həm də rəiyyətin. Şamaxıda Kərəxana məqbərəsi 1663-dür, o da ikinci Abbasdır. Cavabımız olur Rusiya ilə ticarət müqaviləsinin bağlanması 1. Avropa dövlətlərinə ittifaq təklifinin rədd edilməsi 3. Yəni 1-3. Baxın 26-cı sual. Şimali Azərbaycanda ilk universitet 1919 Azərbaycan Xalq Cümhuriyyəti dövrü. Bakı Dövlət Universiteti. Sonra ilk rəsmi orta məktəb 1865 uşaqlar. Azərbaycanda Avropa tipli ilk məktəb 1830-dur. Şuşada Qəza məktəbi. Cənubi Azərbaycanda ilk universitet 1946 Seyid Cəfər Pişəvərinin dövrünə təsadüf edir. Deməli, cavabımız nə oldu? İlk Qəza məktəbi, cavab 3, 2, 1, 19-cu il Bakı Dövlət Universiteti, 4-cü 1946-cı il Cənubi Azərbaycan. Yəqin ki, bildiniz. Sonra 27-ci sual. Qaraxanlı və Qəznəvi.
Erkən orta əsrlərdə süqut etməsi bilirsiniz ki, heç birinə aid deyil. Çünki bu iki dövlət erkən orta əsrdə yaradılıb, klassik feodalizm dövrünə süqut edib. Qaraxanlı 1212 süqut edib, Qəznəvi 1180-də süqut edib. Yeni dinin qəbul edilməsi bu Qaraxanlıdır. Satıq Buğraxan, İslam dini. Hindistana yürüş etməsi bu Qəznəvidir. Qəznəli Hindistana yürüş edib. Sultan Mahmudun dövrünə 2-yə C, 1-ə B. 11-ci əsrdə 2 hissəyə parçalanması bu da 1-ə aiddir. 1-ə həm də D gedir. Deməli 1-ə aid oldu. B, yeni din, D, 11-ci əsr 2 hissəyə parçalanıb 1042-ci il. Səlcuqlar tərəfindən süqut olunması heç birinə aid deyil. Qaraxanlılara Xarəzmşahlar son qoyub, Qəznəlilərə də Qurlu tayfası, Türk tayfası son qoyub. Baxın uşaqlar, situasiyaya baxırıq. Deməli, situasiya deyir ki, 3-cü Muradın dövründə Osmanlı sərhədləri Asiyada xüsusilə genişləndi. Dərbənd, Şirvan, Qarabağ və Azərbaycanın başqa torpaqları, həmçinin Gürcüstan, deyir Sinan, Osman və Fərhad paşaların komandanlığı ilə tutuldu. Onun dövrünə Osmanlı dövlətləri, vilayətləri nizamlı təşkilatlanmaya malik idi. Xəzər dənizindən donanma qurulmuş, böyük zəfərlər qazanmışdı. Deməli, bu Osmanlılara aiddir, 16-cı əsrinə düşür. Baxın uşaqlar, deyir ki, mənbədə bəhs olunan Osmanlı sultanına qarşı daha uzun müddət mübarizə aparan Səfəvi şahını. Bilirsiniz niyə Osmanlı sultanına qarşı daha uzun müddət deyir? Çünki bu Murad 1575-95-də hakimiyyətdə olub. Şah Abbasla da mübarizə aparıb, amma uzun müddət Məhəmməd Xudabəndə ilə mübarizə aparıb. Ona görə biz bura yazmalıyıq Məhəmməd Xudabəndə. 29-cu testdə deyir ki, mənbədə bəhs olunan dövrdə Osmanlı dövlətinin xarici siyasəti ilə Avropanın qabaqcıl ölkələrinin xarici siyasəti arasındakı əsas fərqi yazın. Uşaqlar, bizdə bəhs olunan dövr 16-cı əsrdir. 16-cı əsrdəki coğrafi kəşflər dövrünə düşür. Fərq o idi ki, Avropanın qabaqcıl ölkələri coğrafi kəşflərə daha çox önəm verirdi. Osmanlılar isə işğallara. Avropanın qabaqcıl ölkələri, deməli, bizdə Amerikada müstəmləkələr ələ keçirməyə çalışırdılar. Hətta işğal da etmişdilər. Deməli, 17-ci əsrin əvvəllərində məskunlaşma da olmuşdu. Bir də ki, ticarət uğruna mübarizə apardılar əsasən okeanlarda. 30-cu sualda bəhs edilən dövrdə Osmanlı dövlətinin tutduğu Azərbaycan torpaqlarında həyata keçirdiyi mənbədə verilməyən tədbirlərdən ikisini yazın. Baxın uşaqlar, 16-cı əsrdə Osmanlı dövləti Azərbaycanda deməli, əhali və əmlakını siyahıya almışdı. Eyni zamanda vilayətlər, bəylər, bəyliklər sancaqlara bölmüşdü. Xüsusi dəftərdarlar tətbiq etmişdilər. Yəni bax bunları yazmaq olar. 16-cı əsr 1586-89 ölkəmizi işğal edəndən sonra orada elə bil ki, yeni inzibati idarəetmə sistemi yaradıb Osmanlılar. Həmin o inzibati idarəetmə sistemi soruşulur. Sonra baxırıq növbəti testdə, indi bir 3-ünə 4-ünə baxaq, sonra saxlayacağam, çünki vaxta görə. Deyir, qədim insanlar 6-cı minillikdən fərqli olaraq 3-cü minillikdə. Baxın uşaqlar, bu 6-cı minillik Eneolit dövrünə düşür, 3-cü minillikdə Tunc dövrünün əvvəllərinə düşür. Saxsı qablar hazırlayır, toxuculuqla məşğul olurdu. Bu fərq deyil. Onsuz Eneolit dövründə də bunlar var idi. Neolitdə yaradılıb axı bilirsiniz saxsı qablar. Mifdən əmək bəzək əşyaları düzəldirdilər. Bu da fərq deyil. Eneolitdə də düzəldirdilər, 3-cü minillik Tuncda da düzəldirdilər. Sonra dini ayinlər üçün xüsusi ibadətgahlarda keçirilirdi, düzdür. Məsələn, 6-cı minillikdə ibadət yox idi, 3-cü minillik Tunc dövrünə var idi. Erkən Tuncda yaradılıb axı. Duluzçuluqda ayaqla hərəkət edən duluz saxlarından istifadə edirdilər. Bu deyil. Niyə? Çünki bu eradan əvvəl 2-ci, 1-ci minillikdir, son Tunc dövrüdür. 4-cü, 3-cü minillik erkən Tunc dövrüdür. Torpağı xışla şumlayırdılar, düzdür. Çünki erkən Tunc dövrü xış əkinçiliyi meydana gəldi, amma 6-cı minillikdə yox idi. Deməli cavabımız nə oldu? 3 və 5, yəni C variantı. Sonra Afina dövlətinin 5-ci əsrdə idarəetmə sisteminə aid deyil. 5-ci əsr deyəndə bizə Perikl yadımıza düşür də, strategik dövr. Ordu və donanmaya strateglər başçılıq edirdi, düzdür. Bu başlayıb 6-cı əsrin sonlarından etibarən. Xalq yığıncağı ali hakimiyyət orqanıdır, o da doğrudur. Əmlakından asılı olmayaraq bütün vətəndaşlar xalq yığıncağına iştirak edə bilərdilər. Bəli, bu Solon islahatlarından başlanmışdı və belə idi. Tiranlıq idarə üsulu mövcud idi, səhv. Çünki 6-cı əsrin əvvəllərində yaradıldı, sonlarında isə süqut etdi. Cavabımız olur D variantı.
demokratiyaya əsaslanan idarəetmə forması mövcud idi, o da düzdür. Quldarlıq demokratiyası hətta inkişaf etmişdi həmin dövrdə. Cavabımız oldu tiranlıq. Sonra 3-ə baxırıq. Eradan əvvəl, era yazılmayıb. 7-ci əsrin birinci yarısına aiddir. Mehranlilərin ərəblərdən asılılığı qəbul etməsi səhvdir. Ümumiyyətlə, Mehranlilər ərəblərdən asılı olub 667-670 Cavanşirin dövrü. Cənubi Azərbaycanın ərəblərin tabeliyinə keçməsi düzdür. 639 Qəzvinin işğalından sonra 2-ni götürürük. Alban yeni sülalənin hakimiyyətə gəlməsi düzdür. 7-ci əsrin birinci yarısı Mehranilər 2-3-dür. Sasani dövlətinin süqut etməsi 651-dir. İkinci yarısına düşür, səhvdir. Tiflis şəhəri müsəlmanların tabelisinə keçməsi 644-cü il düzdür. Cavab 2, 3 və 5-dir. Yəni A variantıdır. Sonra deməli, baxırıq 4-cü testə. Deyir ki, Xəzərlər, Sacilər, Mehranilər erkən orta əsrlərdə hakimiyyətdə olmuş türk nəsilləridir. Zaten hamısı türkdür, erkən orta əsrlərdə hakimiyyətdə olub. 4-də biz A variantını götürürük. Sonra ərəbləri məğlub edərək onların şimala doğru hücumlarının qarşısını aldı. Bu Xəzərlərdir. Biz 1-ə B variantını götürürük. Düzdürmü uşaqlar? 1-ə B-ni. Baxaq, A-da var və B-də var. Sonra ərəblərin hücumuna məruz qalmışdır. Bu zaten hamısına aiddir. Çünki Mehranilər də məruz qalıb, bilirsiniz, Cavanşirlər də görüşüb, asılılıq qəbul edib. Sacilər də 917-ci ilə müharibə aparıb, Yusif Nəbi Sac. Ərəblər də ki, zaten ərəblərlə müharibə hücumlarının nəticəsində demək olar ki, zəifləmişdi. Əməvilər tərəfindən süquta uğradılması, bilirsiniz ki, bu Mehranilərə aiddir, 705-ci il, 3-ə aiddir. Sülalə nümayəndələrin Afşin titulu daşıması da 2 Sacilərə aiddir. Ona görə cavabımız olur B variantı. Xəzərlər bax 965-də süqut edib, Avropada meydana gəlib, türk mənşəli dövlətdir. Uşaqlar, 5-ci suala baxırıq. Azərbaycanın Abbasiyə xilafətinin tərkibində olduğu dövr. Bilirsiniz də nə vaxtı həmin dövr? 750-dən sonradır. Əhalinin müsafirin başçılığı ilə üsyana başladığı əhali, bu bilirsiniz uşaqlar, 748-dir, Əməvilərə qarşı olub. Ona görə biri çıxırıq. Əkilməyən torpaqlardan vergi alınmırdı xəlifə Əlinin dövründə, xəlifələrin dövründə 2-ni də çıxırıq. Divan torpaqlarından dövlətə xidmətə göstərilənlərə iqta verilirdi. Düzdür, onsuz iqta hamısına verilirdi. 3-ü götürürük. Orduda xidmət etməyən xristianlardan can vergisi alınmağa başladı. Bu etməyənlər səhvdir, onlar bilirsiniz də azad idilər. Daha doğrusu edənlər azad idilər. Bəli. Əhali ədalətli cəmiyyət və istiqamət uğruna mübarizəyə başladı. Düzdür, bu Xürrəmləri nəzərdə tutub. Cavabımız olur 3-5D variantı. Xürrəmlər də 778-də başlayıb. Sonra 6-cı suala baxaq. Sonra uşaqlar, növbəti sualı yenidən qoşulacam, onda baxarıq. Vaxtımız tamam olur ona görə. Atabəylər və Dehli sultanları da oxşar cəhət soruşulur. Eyni əsrdə yaranmaları səhvdir. Dehli 1206, Atabəylər 1136. Ona görə biri çıxırıq. Monqolların hücuma məruz qalmaları düzdür. Atabəylər Özbəyin dövrü, Dehli də həm Məmlüklər, həm Xərəzlərdə məruz qalıb. 2-ni biz cavab kimi götürürük. Xarəzmşahların hücuma məruz qalması Eldənizlərə aiddir, amma Dehli hətta onlara sığınacaq verib deyə səhvdir. İqta torpaqları bəli, Atabəylərdə Məhəmməd Cahan Pəhləvan qızlarla çoxlu iqta paylayıb. Dehli sultanlığında olsa iqta paylanılırdı, əsasən türklərə, zəmindarlar da onun rəhbəri idi. Deməli cavabımız olur 2, 4. Abbasilə ilə dostluq əlaqəsi saxlaması düzdür. Qızıl Arslan Atabəylərdə, Dehli sultanlığı da Abbasilə dost olmuşdur. Bilirsiniz də, hətta İltutmuş xanın sultan olmasını təsdiqləmişdir. 2, 4, 5 cavabımız olur B variantı. Bəli. 7-ci suala baxırıq. Deməli, səbəb nəticələr soruşulur. Yazıb ki, Kabul hakimi Baburun Hindistana yürüşü Xərəzlər sülaləsinin hakimiyyətə son qoyulması səhvdir. Bilirsiniz ki, Xərəzlər 1320-də hakimiyyətdən devrilib, 1290-da gəlmişdir. Baburun da Hindistana hücumu 1526-cı il Panipat döyüşüdür. Ona görə biz biri çıxırıq. Xarəzmşah ordusu üzərinə qələbə qazanılıb, Mərkəzi Asiyanın Monqollar tərəfindən işğalı başa çatdırılıb, düzdür. Deməli, Mərkəzi Asiya bəli, Monqollar tərəfindən bütünlüklə işğal olunub 1219-21-ci ildə. Sonra Şeybanilərin Buxara və Səmərqəndə ələ keçirməsi
Səfəvi Şeybani qarşıdurmasının əsası qoyuldu, səhvdir. Bu Xorasan uğrundadır və Hüseyn Bayqaranın oğlanlarının himayəsi ilə bağlıdır. Baharların Sərdut döyüşündə Teymuri qoşunlarını məğlub etməsi 1408 Teymurilərin Azərbaycandakı hakimiyyətinə son qoyulması düzdür. Cavabımız 4-dür və 2-dir. Yəni A variantı. Sonra deyir ki, uşaqlar, 8-ci sual Osmanlı dövlətinin durğunluq dövründə, sizdə Osmanlı dövlətinin durğunluq dövrü 1571-1699-cu illəri əhatə edir. Səfəvi dövləti ilə münasibətlər. Bax, işğal etdiyi Səfəvi torpaqlarını geri qaytarmağa məcbur oldu, durğunluq dövrünə düzdür. Məsələn, 1612, 1618 doğrudur. Sonra Həmədan yaxınlığındakı döyüşdə Səfəvi ordusu tərəfindən məğlub edilib 1535 Sultan Süleyman Qanuni, amma bu durğunluq dövrünə düşmür. Ona görə B səhvdir. İstanbul müqaviləsi bağlayıb 1590 durğunluq dövrünə düşür və 1612 cavabımız 1A ilə B oldu. 2. Deməli, Avropa dövlətləri ilə münasibətlər. Zgetvar qalası yaxınlığında Avstriya ordusunun məğlub edilməsi 1566 durğunluq dövrünə düşmür. Müqəddəs birlik ölkələri ilə müharibədə ərazilərindən itirməsi 1699 bu düzdür. 2B. Fransada Osmanlı səfirliyinin açılması durğunluqdan sonraki dövrdür. Yəni 1500, daha doğrusu 1792-dir təxminən 3-cü Səlimin dövrü. 2-yə təkcə B, 1-ə də aid oldu A ilə C. Yəni cavabımız oldu A variantı. 9-cu sual. Deyir, Təbriz şəhəri paytaxt olub, hansı dövlətin ümumi cəhətidir? Qızıl Ordu dövlətinin hücuma məruz qalıb. Bax, uşaqlar, Təbriz Elxanilərin paytaxtı olub, bir də Cəlalilərin. Həm Elxanilər Qızıl Ordu ilə müharibə aparıb, həm də Cəlallilər, yəqin bilirsiniz. Ona görə cavabımız olur 3, 4, D variantı. Çünki Eldənizlər dövləti Qızıl Ordu'da müharibə aparmayıb, səhvdir. Sonra Şirvanşahların paytaxtı Təbriz olmayıb, ona görə çıxırıq. Ağqoyunlular da Qızıl Ordu'da müharibə aparmayıb, ona görə səhvdir. Cavabımız oldu 3 və 4, D variantı. Sonra baxırıq 10-cu tapşırığa. Deyir ki, Ağqoyunlu dövlətinin idarəçiliyinə aid deyil. Sülalə üzvlərindən və əmirlərdən təşkil edilən qapalı məşvərətçi orqan bəli var, adı da Kənqaşdır. Bəzi hökmdarlar sultan titulu daşıyırdı, düzdür. Yaqub məsələn, Uzun Həsən. Ordunun əsas hissəsini elatlardan toplanan qoşun təşkil edirdi, düzdür. Daimi qoşun mövcud deyildi, səhvdir, mövcud idi, özü də xassə əsgərləri. Cavabımız D-dir. Məhkəmə işlərinə qazılar baxırdı, düzdür. Deməli, aid olanları gördük. Daimi qoşunun mövcud olması var. Burada isə yazır mövcud deyildi, ona görə cavabımız D variantı olur. Deyir, məntiqi arıcılığı tapın. Katoliklərlə protestantlar arasında münasibətlər pisləşdi. Sonra kiçik Alman dövlətlərinin öz dinlərini təyin etmə hüququ tanındı və biz boşluqları dolduruq. Bax, katoliklərlə protestantlar arasında münasibətlər kəskinləşdi, 30 illik müharibə başladı, düzdür. 2 A variantı. Qərbi Avropada siyasi üstünlük Almaniyanın əlinə keçdi, səhvdir. Əksinə Almaniya dağıldı, Fransanın əlinə keçmişdi. Roma papasının və kilsənin nüfuzu artdı, yox, əksinə azaldı. Bu 30 illik müharibə 1848-də olub. Almaniyanın siyasi dağınıqlığı rəsmiləşdirildi, düzdür. 1648-ci il. Cavabımız oldu, deməli, 2-yə A variantı, 4-ə də D variantı. Cavab A-dır. Təhsil dünyəvilikdən çıxdı, səhvdir, əksinə dünyəvi xarakter almağa başladı. Ona görə cavab oldu A variantı. Şah Sultan Hüseynin hakimiyyəti dövründə, bilirsiniz uşaqlar, söhbət Səfəvidən gedir. Hakimiyyətə gəlməsi 1694 və 1722-dir. Əhali və əmlakı siyahıya alındı, düzdür. Bilirsiniz də nə zamanda özdə 1699, 1702. Bakı və ətraf Xəzər sahilli vilayətlər Rus qoşunları tərəfindən işğal edildi. Bu 2-ci Təhmasib dövrüdür, 1723, ona görə səhvdir. Rus tacirlərinin mənafeyinə uyğun müqavilə imzaladı, düzdür. 1717, 1-3. Ölkənin paytaxtı Əfqanlar tərəfindən tutuldu, 1722, İsfahan, 4, düzdür. Cavabımız olur D variantı. Cənubi Qafqaz Rusiya ilə Osmanlı arasında bölüşdürülüb 1724 İstanbul müqaviləsi. Bu da 2-ci Təhmasibin dövrünə düşür, ona görə səhvdir.
Sonra 13-ə baxırıq. Suartlar sülaləsinin deyir hakimiyyəti dövrü. Bilirsiniz də hakimiyyətə gəlib 1603-dən 49-a qədər 1 olub, 60-dan 88-ə qədər 1 olub. Səfəvi hökmdarı Şah 1-ci Təhmasiblə diplomatik münasibətlərin mövcud olması Stuartlara düşmür. Tüdorların dövründə var 1555. Portuqaliya ilə iqtisadi, siyasi rəqabətin olması düzdür. Hətta ona görə Səfəvilərlə yaxınlaşıblar. 2. Şimali Amerikada ilk İngilis koloniyasının əsasının qoyulması aiddir 1607, düzdür. 3. 30 illik müharibədə İngiltərə iştirak etməyib. Ona görə biz 4-ü çıxırıq. Elə cavabların çoxusu gedir. Cavab 1, 3, daha doğrusu 2, 3 və 5 qalır. İngilis hərbi donanmasının Səfəvilərlə birgə hərbi əməliyyatlara iştirak etməsi də düzdür 1622. Yəni Hörmüzü azad edəndə. Cavabımız oldu 2, 3 və 5 Y variantı. Deyir Nadirlə Şah Abbasın oxşar cəhətləri deyil. Vergi siyasətini qayda-qanun yaradılması Nadirdə də var, Abbasda da var. Azərbaycan adlı inzibati bölgü Nadirdə də var, Abbasda da var. Osmanlı dövlətinə müharibə Nadir Şah da aparıb bilirsiniz. Hətta sülh də imzalayıb. Bu 1-ci Abbasa da aiddir. Rəiyyəti hərbi qulluğa çağıran təkcə Nadirdir, Abbasa aid deyil. 4 doğrudur. Vəqf torpaqlarının böyük bir hissəsinin müsadirə olması bu Nadirə aiddir, Abbasa aid deyil. 5. Cavabımız olur C variantı. Deyir hansı xanlığa aid xüsusiyyət verilməyib? Baxın uşaqlar, burada görürsünüz 1 Qarabağ xanlığıdır, 2 Şəkidir, 6 Gəncədir, 4 Naxçıvandır, 5 İrəvandır, 3 isə bilirsiniz ki, Təbrizdir. Deyir, Rus-Qacar müharibələri zamanı ərazilərində müvəqqəti idarə yaradıb, ərazisində. Bu uşaqlar 1806 Şəkidədir 2, 1827 Təbrizdədir 3, 2 ilə 3-ü çıxırıq. Qacarlar tayfasından olan xan tərəfindən idarə olunub İrəvan müəyyən müddət 5. Çünki 1755-də Həsən Əli hakimiyyətə gəlib. Bəli, buyurun. Kimsə səsi açdı uşaqlar, ona görə dedim. Qulaq asın qalanına. İkinci Rus-Qacar müharibəsinin başlanğıcında ərazisində xan hakimiyyəti bərpa edilib. Bu bilirsiniz hansıdır? Gəncədə olunub, Lənkəranda olunub, Şəki Şamaxıda olunub. Ona görə biz 6-nı da çıxırıq. 1 ilə 4-ə aid heç bir fikir yoxdur. Cavabımız olur C variantı. Sonra keçirik 16-cı suala. Deyir ki, Şimali Azərbaycanda daha əvvəl olmuşdur. Hacıyam Tağıyevin toxuculuq fabrikinin işə salması 1900. Neft sənayeslərinin ilk inhisar birliyi fəaliyyətə başlayıb 1893. Buxar nasosları ilə işləyən neft kəmərinin çəkilməsi 1878. Bruksula neft quyusunun qazılması 1848. Cavab budur. İlk ağ nefti emal edən zavodun yaradılması da 1859-dur. Bax bir daha deyirəm. Toxuculuq 1900, İnhisar Birliyi 1893, neft kəməri buxar nasosu ilə işləyən 78, ilk neft emal edən zavod 59, ilk neft quyusu qazılıb Bruksulundan 48, cavabımız D-dir. Memarlıq abidəsinin deyir uyğunluğunu tapın. Bax, 8-5 saray kompleksi Təbrizdə inşa olunub, 2-dir. 2-yə yəni A variantı. Sərdar saray İrəvandadır, 1-ə aiddir B variantı. 1-ə B, 2-yə A. Sonra Əlincə qalası Naxçıvandadır, Naxçıvan qoyulmayıb bura. Ona görə biz C-ni çıxırıq. Sonra Gülüstan qalası Şamaxıdadır, 3-ə aiddir D variantı. Kərəxana məqbərəsi də Şamaxıdadır. 1663, 17-ci əsr, o da 3-ə aiddir. Deməli, cavab 1B, Sərdar saray İrəvan, 2A, Təbrizdə 8-5 saray kompleksi, 3-də D və Y, Gülüstan qalası və deməli, Kərəxana məqbərələri. Sonra 18. Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətinə aid uyğunluğu tapın, yaxşı testdir. Bax, Gürcüstanla münasibət. Tiflisdə Azərbaycan səfirliyinin açılması düzdür. 1919-cu ilin iyun ayı. 1-ə A variantı gedir. Qarayazının yuxarı hissəsinin Gürcüstana verilməsi 1922. Bu Sovet Azərbaycanıdır. B-ni çıxırıq biz. Borçalı mahalı mübahisəli ərazi kimi elan olunması 1900. AXC-də var. 18-19. 1-ə A-la C variantı doğru gəldi.
Sonra 2. Sovet Rusiyası ilə münasibətlər. A variantı yazıb ki, normal iqtisadi münasibətlər yaratmaq yolu ilə neft məhsulları səhvdir. Ümumiyyətlə biz Sovet Rusiyası ilə normal iqtisadi əlaqələr saxlamamışıq, heç siyasi də. B. Ağqvardiyaçılara qarşı mübarizədə ittifaq yaratmaq haqqında razılıq əldə olunub. Xeyr, biz yalnız Gürcüstanla birlikdə Ağqvardiyaçılara qarşı 19-da müqavilə imzalamışıq. Deməli 2-də A ilə B səhvdir. D düzdür. Ölkəmizə qarşı hazırlanmış hərbi müdaxilənin qarşısını almaq mümkün olmadı. Bəli. Bu Aprel istilasını deyir. Deməli cavabımız oldu 2-yə C, 1-ə B. Gəlin baxaq. Yox, 2-yə bəli. Dedik 2-yə yalnız oldu C variantı, 1-ə A, C variantı, 3-ə də B olacaq. Qacarlar dövləti ilə münasibətlər A. Bütün Cənubi Qafqazın Azərbaycan Xalq Cümhuriyyəti ilə bölüşdürülməsi bu səhv bir fikirdir. B. Ərazi iddialarından geri çəkilər nə yazılıb görək? Geri çəkiləndən sonra dostluq haqqında müqavilə imzalayıb düzdür. Ərazi iddiaları 1919-un avqustunda geri çəkdi. 20-ci ilin mart ayında isə dostluq müqaviləsi imzaladıq, hərbi yox. Deməli cavab olur A variantı. Denikin təhlükəsinə qarşı ittifaq yaratdıq, səhvdir. Biz Qacarlarla Denikinə qarşı birləşməmişik, yalnız Gürcüstanla birləşmişik. Sonra uyğunluğu deyir müəyyən edin. Azərbaycanda Sovet hökumətinin iqtisadi tədbiri, yeni iqtisadi siyasət, taxıl ticarəti dövlət inhisarına alındı. Bu 1920-ci il avqust ayı kommunizm illərinə aiddir. Bunu çıxırıq. Çanaq vergisinin tətbiq olunması düzdür. 1921-in mayı götürürük yeni iqtisadi siyasətə. Bakı buxtası qurudularaq yeni neft mədənləri istifadəyə verildi. Düzdür. Yeni iqtisadi siyasət dövründədir. Neft inkişaf etdi. 1B, C. Birləşdirilmiş sənaye müəssisələrinin əvvəlki sahiblərinə qaytarıldı. Bu Azərbaycan Xalq Cümhuriyyətində var. 18-ci il oktyabr səhvdir. 2. Sənayeləşdirmə xətti, bazar münasibətləri, bəli, azad bazar münasibətlərinə son qoyuldur. A düzdür. Ərzə sapalağı ləğv edildi, səhvdir. Bu kommunizmin sonlarındadır. Muzlu əməkdən istifadəyə icazə verildi, səhvdir. Elektriklə işləyən dəmir xətti 1926-cı il Bakı Sabunçu elektrik dəmir xətti düzdür. Deməli cavab oldu 1-ə yeni iqtisadi siyasətə aid oldu. Deməli C variantı düzdürmü? Bir də B variantı, 2-yə də A variantı və D variantı. Yəni cavab A-dır. SSR 1920-ci illər tarixinə aiddir. Brest-Kellogg paktına qoşulub 1929 düzdür. Almaniya Rapollada müqavilə 22-ci il Sovet Rusiyasıdır, səhvdir. Qars müqaviləsi 21-ci il RSFSR-dir, səhvdir. Elliklə kollektivləşmə siyasətinə elan olunması 1929 düzdür. Cavab olur. Deməli 1, 4, düzdürmü? Sonra cavab 7 vəssalam. Millətə cəmiyyətə qoşulması 1934-cü ildir. SSR-nin 39-da çıxıb səhvdir. Cavab oldu Y variantı. Sonra deməli baxırıq 21-ci sual. Soyuq müharibə dövründə aid fikirlərdən biri yanlışdır. Avropada qütbləşmə Almaniyanın parçalanması ilə nəticələndi, bəli, 1949. Stalin vəfatından sonra buzların əriməsi dövrü başlandı, bəli, 1953. SSR-in Əfqanistana qoşun yeritməsi ilə soyuq müharibənin yeni mərhələsi başlandı, 1979, bəli. Müstəmləkələrin azad edilməsi nəticəsində 3-cü dünya ölkələri yaradıldı, bəli, 50-ci illər. ABŞ-nin Avropa dövlətlərinə hərbi yardım təklifi ilə sədçəkmə siyasətinə son qoyuldu, yox, əksinə oldu. Ona görə cavabımız olur Y variantı. Sonra, deməli, Şamaxı quberniyasına aid olmayan ərazini müəyyən edin. Baxın uşaqlar, Şamaxı quberniyası buradır. 4-dür Şamaxı quberniyasıdır, 6 Şəkidir, aiddir, 3 Lənkəran ərazisi aiddir. Bax, buralar Şamaxı quberniyasıdır. Bu bir Qubadır da, bilirsiniz, burada Quba Dərbənd quberniyasına tabe idi. Ona görə cavab 1, 5, 2-dəki bilirsiniz ki, İrəvan quberniyasıdır. 2, 1, 5. 1, 2, 5, yəni A variantıdır. 23. Manna hökmdarı Ahşer İskitləri ölkə ərazisində məskunlaşdırılıb, yerləşdirərək ordusunu gücləndirib düppədüz. Eradan əvvəl 7-ci əsrin birinci yarısı. Ahşer İskit padşahının köməyi ilə Asturiya ilə müttəfiqlik münasibətlərini qurdu, xeyr. Ahşeri Asturiya ittifaqı münasibətlərindən imtina edib, bilirsiniz. Müstəqil xarici siyasət yürüdüb. Mannanı müstəqil edib düzdür. 1 də düzdür, 3 də düzdür. Midiyalılarla İskit ağalığına son qoymağa kömək etdi. Midiyalılara İskit ağalığına son qoymağa kömək etdi. Bu da səhvdir. Çünki Midiyalılar İskit ağalığına 625-ci ildə Kiaksar tərəfindən son qoyulub.
Yəni o da hakimiyyətdə o vaxt olmayıb, ona görə səhvdir. Kaştaritinin başçılıq etdiyi azadlıq hərəkatına üsyançılara dəstək göndərib 673 düzdür. Cavabımız oldu 1. Deməli, İskitləri yerləşdirməsi, 3. Müstəqil olması manna, 5. Kaştaritinin başçılıq etdiyi azadlıq hərəkatına dəstək göndərməsi. 1, 3, 5. 24-cü sual. Xan sülaləsinin hakimiyyəti dövründə Sin sülaləsindən fərqli olaraq dünya ticarət yolları çəkildi, çıxış əldə olundu, düzdür. 2-ci əsr İpək yolu. Bunu götürürük 1. Ölkə Hunların hücuma məruz qaldı. Bu fərq deyil. Xanda da var, Sində də var. Ona görə 2-ni çıxırıq. Konfutsi təlimi tərəfdarlarına divan tutdu. Konfutsini himayə etdi. Divan tutan Sin sülaləsi. Bunu da çıxırıq. Kağız ixtira etdi. Bəli, 1-ci əsr, 2-ci əsr düzdür. Deməli 1, 5. Bütün ölkə üçün vahid qanunlar tətbiq edildi. O da ki, bilirsiniz, elə şeydə var, Sində də var, vahid ölçəkli pul sistemi. Ona görə cavabımız olur 1 və 4. Deməli 1, 4, bəli. Sonra 25-ci sual. Deyir, Azərbaycan ordusu 2023-cü il 19-20 sentyabrda antiterror tədbirləri nəticəsində. Burada bir məsələ var uşaqlar. Bu məqalə var idi. Qüvvədən düşmüş məqalədəndir bu sual. Yəni öz əhəmiyyətini itirib indi. Amma yenə baxaq biz buna. Deməli, uşaqlar, baxın burada deyir, bəli, antiterror tədbirləri nəticəsi Ağdam-Xankəndi yolunun normal fəaliyyətini təmin etməsi düzdür. Bu var. Kəlbəcər mineral su doldurma zavodu daha əvvəldir. Sərsəng su anbarı düzdür. Füzuli şəhəri də ki 2023-cü il avqustuna aiddir. Ona görə cavabımız 1 və 3-dür, amma sizə belə sual düşməyəcək. 26-ya baxaq. ABŞ-nin tarixinə aid hadisələrin düzgün xronolojiciliyini deyir, müəyyən edin. Bax, Luiziyananın Fransadan satın alınması aiddir 1803. Mono doktrinası 1823. Böyük dəyənək siyasəti 20-ci əsrin əvvəlləridir uşaqlar. Deməli, aiddir Ruzveltin dövrünə. Gent müqaviləsi də 1814-cü ilə aiddir. Deməli, cavabımız olacaq 1, 4, 2, 3. 27-ci sual. Azərbaycan Respublikasının iqtisadi siyasətinə aid uyğunluğu deyil, müəyyən edin. Heydər Əliyevin birinci prezidentlik dövrü 93-98, İlham Əliyevin birinci prezidentlik dövrü 2003-2008. Bax, Rusiyadan keçən neft kəməri, şimal neft kəmərinin istifadəyə verilməsi 1997-ci il. Bu, bəli, Heydər Əliyevin birinci prezident dövrünə düşür. Birə aiddir A variantı. Cənub qaz dəhlizinin yaradılması, bu bilirsiniz şeydir, TANAP layihəsindən sonradır. İlham Əliyevin birinci prezidenti yox, ikinci prezident dövrünə düşür. Sonra Azərbaycanın qara qızılının dünya bazarına ən qısa yolla çıxarılması 2006-dır. Bakı bilirsiniz Ceyhandır. İlham Əliyevin birinci prezident dövrünə düşür. 2-yə aiddir C variantı. Bakı Supsa neft kəmərinin istifadəyə verilməsi 1999, Heydər Əliyevin ikinci prezident dövrünə düşür deyə səhvdir. Dünya Azərbaycanların ikinci qurultayı da iqtisadi deyil, 2006-dır, ona görə səhvdir. Sonra baxırıq buradan, deməli, digər sualımıza 28, yəni situasiyamıza baxırıq. Baxın uşaqlar, burada nədən danışır? Napoleon müharibəsinin qalibləri müharibədən sonraki sülhü işləyib hazırlamaq üçün konqresdə tapşırıb toplaşdılar. İştirakçılar Mərkəzi Avropada sülh naminə Rişelyenin 17-ci əsrdə yaratdığı dəyişmək lazım gəldiyi başa düşdülər və Rişelye Mərkəzi Avropanın zəif və parçalanmış olmasının qeydinə qalmışdı. İndi isə iştirakçılar Almaniyanın birləşdirilməsinə yox, onun cəmləşməsində burada biraz yaxşı görsənmir. Bəli, iştirak edirdilər. Konqresdən sonra Avropa tarixinin ən uzun çəkən sülh mərhələsi gəldi. Deməli uşaqlar, burada deyir ki, bəhs olunan konqresdə iştirak etməyən Avropa dövlətinin adını və xəritədəki yerini yazın. Uşaqlar, burada bilirsiniz iştirak etməyən dövlət. Ümumiyyətlə, həmin o Viyana konqresi 14-15-dir. Osmanlı dövləti iştirak etməyib. Demək olar ki, bütün Avropa dövlətləri orada iştirak edib. Fransanın işğal etdiyi torpaqları bölüşdürüblər. Burada da Osmanlı dövləti 5-dir. 2 Almaniya, Avstriya, Macaristandır. 3 Almaniya, Avstriya, Prusiya ərazisidir. 6 Fransadır. 4 Britaniyadır. 1 isə İspaniyadır. Sonra 29-cu sual deyir ki,
bəhs edilən konqrensin mətnində göstərilməyən məqsədini yazın. Yəni Viyana konqrensinin məqsədi nə idi? Dövlətlərarası münasibətlərin yeni qaydada müəyyən etmək, bir də ki, Fransa imperiyasından azad olmuş əraziləri bölüşdürmək istəyirdilər. Sonra konqrensin qərarlarının Alman dövlətləri üçün 2 nəticəsini yazın. Bax uşaqlar, Almaniya parçalandı, elə parçalanmış halda da qaldı. Hətta Alman İttifaqı yaradıldı. Avstriya və Prusiya arasında da ziddiyyətlər daha da artdı və sonrakı müharibəyə səbəb oldu. Bəli, bu qədər. Deməli, inşallah ya bazar günü ya da ki 4-cü gün